Qadınlar az yaşayır yoxsa kişilər? Kişilər. Niyə? Çünki qadınlar kişilər nə qədər danışsa başın yeri olsun. Belə baxıram belə çərrədilər də kişiləri. Kişilər çox yaşayır sizcə yoxsa qadınlar? Vallahi kadınlar dıdır etmese kişiler çok yaşar. O yüzden çoklar kişilerin kadına yüzünden gelir, dıdırından gelir. Deyinirlər yəni. Oo dur baş beyin gelir. O yüzden şeker, tazik bilmem ne. Kişilər çox yaşayır. Babam da gecə rəhmətə getdi, kişilər çox yaşayır. Nə üçün səbəbi nədir? Səbəbi odur, çox qədər qadınları deyinə ömürlərini yeyirlər. Axırda arvadlar bezir rəhmətə gedir ki, yəni canım qutarsın da bu kişinin deyinməklə. Məncə kişilər. Niyə? Nə bilim. Elə fikirləşirəm. Daha rahatdır həyatları. Qadın yükü daha çox olur. Qadın kişi qədər düşünmür də, ona görə kişi çox yaşayır. Kişilər qadınlardan az yaşayırlar. Niyə? Səbəbi nədir? Biz ürəyimizi boşaldırıq, hay-küy salırıq. Onlar içində hər şeyi içəridə çəkirlər. Qadınlar. Nə üçün? Kişilərin başını ət yeyirlər deyən ona görə. Sağ qalan millət. Kişilər elə az yaşasalar yaxşıdır. O baxır hansı kişi hansı qadınla ailə qurur, yaşayır. Yəni qadından qadına da fərq var da. Yəni biraz az danışsa kişi çox yaşayar, mənə elə gəlir.